Salam qızlar, bu gün mənə layner çəkər misiniz deyə bir istək gəlib. İlk öncə qələm laynerimi alıram və gözümün bitiş nöqtəsindən yuxarı doğru xətt çəkirəm. Və bu xətti yavaş-yavaş gözümün üstündən qalınlaşdırıb birləşdirəcəm. Və bu hissəni biraz daha çox qaraltacağım, amma bütün gözümün üstünə keçməyəcəm, göz daha çəkik görsənsin. Bütün tüteni alıb boşluğa çəkək. Bu da mənim layner çəkimləri. Biri sadə qələm layner, digəri isə bant vasitəsilə çəkilən eyeliner. Bəs siz hansı üsulla layner çəkirsiniz? Yorumlara yazarsınız.